Əziz ustadlar, ortada belə başa düşülür ki, bir xeyli təxminlər və suallar var. Və bütün bunların ən yaxşı cavabı Murad Arifdədir. Onu öyrənmək üçün gəlin digər 3 iştirakçını səsləyək bura. Tamari, Ramin və Fuad gəlir. Dostlar, sizə bol səbir və uğur arzu eləyirəm. Çünki sözü ustadınıza verirəm. Murad, buyurun. Aldı görün nə dedi. An etibarilə sonuncu ifadan başlamaq istəyirəm. Zərəfşan, sənin həyəcanın, sənin göz yaşların o qədər qiymətli idi. O qədər dəyərli idi, mənim üçün milyondur. Sən çox gəncsən. Həyatında 3-cü dəfədir ki, peşəkar səhnəyə çıxırsan. Onun 2 dəfəsi öncəki mərhələlərdir. Qəlbində və səsində qəribə bir kədər, qəribə bir hüzün daşıyırsan. Hansını ki, sona qədər ifadə edə bilsən, burada hamı dəli olar. Sən müəyyən bir həyat təcrübəsi yaşamalısan ki, tamaşaçı özünü tam mənada çatdırasan. Amma mən bilirəm ki, o potensial səndə var və mən o potensialı çox sevirəm və alqışlayıram. Xətalar oldu, amma xətasız heç nəyin dadı, duzu, ləzzəti olmur. Və bu xətalar da sənin üçün daha uğurlu işlər üçün bir motivasiya olsun, bir tapşırıq olsun, bir çalışma olsun. Ramin Şirəliyev. Ramin, Tarkanın konsertlərində xüsusilə hazırlaşdığı və xüsusilə həyəcanlandığı bir nəğməni sənə verdik. Tarkandan fərqli olaraq sənin nömrəndə ortada instrumental ara yox idi ki, bir nəfəs vidərəsən. Sən dayanmadan böyük bir yıldız tilbə əsərini nəfəs almağa imkanların az olduğu şəkildə oxudun, özünə görə yaratdın. Məsuliyyətin üçün sənə təşəkkür edirəm. Tembrin haqqında nə lazımdırsa Röya dedi. Röya tembrdən yaxşı bilir. Və istəyirəm ki, istedadının qədrini biləsən. Və ümidvaram ki, pis dost qazanmamısan bu layihə çərçivəsində. Dostluğa davam. Tamari, sənə sualım var. Səs Gürcüstanda olmusanmı, yoxsa orada hazırlaşırsanmı? The Voice Georgia. Olmamısan. Xeyr, heç vaxt olmamış. Niyə? Niyə maraqlıdır həqiqətən? Niyə? Niyə səs Gürcüstan yox, səs Azərbaycanı seçdin? So, because I just love Azerbaijani people, and also 5 years ago I was here, and like I just remembered like sweetness and all the love that Azerbaijani people gave me, and I wanted to come here again. Thank you. Because I think after this year I will go in university and I will not have much time to sing and so on. So I just wanted to participate here. No. Əslində, Tamari, həyat planları sevmir, planlamanı sevmir. Sənin fenomenal səsin sənin üçün bir həyat yolu cızacaq. Bu mövzuda rahat ol. Mən sadəcə olaraq buradan Gürcüstana səslənmək istəyirəm ki, mən əziz dəyərli Gürcüstanlı tamaşaçılar, sevimli Gürcüstan, Avroviziya mahnı yarışmasına Tamari'dən uğurlu iştirakçı Gürcüstan adından mən təsəvvür edə bilmirəm. Və əgər Gürcüstanı Avroviziya mahnı yarışmasında Tamari təmsil etsə, əmin olun 12 xal Azərbaycandan gələcək. Təşəkkür ederim, çox sağ olun. Fuad Mehdiyev, səs həmişə öz nəğməsini axtarır. Bu layihə çərçivəsində Steve Wonder'ın çox çətin bir nəğməsini sənə həvalə etdim. Bu sənin tapşırığın idi. Amma bilirsiniz, səslər nəğməsini axtarır, yaxşı ifadədir. Sənin timsalında demək istəyirəm ki, bəzən nəğmələr elə bir səs axtarır ki, o səs o nəğməni yaşatsın
dünyaya gətirsin və sevdirsin. Belə bir səsin var sənin. Və mahnını tanıtmağı, sevdirməyi bacarırsan. Xarakterivi, öz yoluvu, öz xəttivi tapan bu səs yarışmasında az sayılı iştirakçılardan birisən. Mən hazıram seçim etməyə. Ağlamağım gələcək indi. Həm də nəyə görə çox bəyənirəm Murad Arifi? O, seçimdən əvvəl iştirakçılar haqqında bəhs edəndə və yaxud da onlardan birini və yaxud da bir neçəsini tərifləyəndə heç cür başa düşmək olmur ki, o kimi seçəcək. Amma Hamısını indi sevirəm çünki, hamısını sevirəm. biləcəyik. Çünki seçim vaxtıdır. Birinci adı gözləyirik sizdən. Ee, 20 il öncə Vaqif Gərazadənin mənə sevdirdiyi Mumlu mahnısını növbəti dəfə mənə sevdirdiyi üçün Fuad Mehdiyev. Fuad Mehdiyev! Növbəti mərhələyə keçid alır. Bu həyəcandan sürətlə canını qurtarır. Və ikinci ad. Və növbəti iştirakçı Fenomenal Tamari. Tamari! Cavidi qucaqlayıb məni qucaqlamasaydı çox incəyəcəkdim. Nə deyim? Ən yaxşısı qoyun onlar desin. Çünki son fürsətdir bu layihədə nəsə demələri üçün. Mən çox şad oldum Murad bəyi tanımağıma, həqiqətən onu yaxından tanımağıma. O qədər gözəl insanlığı var, o qədər professional müəllimdir. Həqiqətən bilmirəm bu səhnədə, ümumiyyətlə böyük səhnələrdə son çıxışımdırmı, yoxsa bunun davamı olacaqmı, mən həqiqətən bilmirəm. Amma sizi tanıdığıma o qədər çox şad oldum ki, yəni tam səmimiyyətimdən səmimi, çox. var oldun, yaradın. Biz sizi həmişə səhnədə görmək istəyirik. Çox sağ olun. Ramin, sizin nədir son sözünüz ustadınıza, ustadlara və bütün tamaşaçılara? Yəni ən azından bu layihədə. Bir daha təşəkkürümü bildirirəm sizə. Həqiqətən sizləri tanımağıma şad oldum. Çox sağ olun. Hər şey əla idi, hər şey super idi. Bura qədər də gəlmək həqiqətən mənim üçün böyük bir uğurdur. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Bu alqışlarla uğurluyuruq, yola salırıq dostlar. Çox sağ olun.